Temu'dan 7 manat 50 qəpiyə aldığım ənliyi gəlin bir yerdə ilk dəfə yoxlayaq. Mislin markasındandır və deyilənə görə originaldır. Mənə qayçı lazım olacaq. Qablaşdırılmasından çox xoşum gəlir. Makiyaj ustaları üçün çox rahat olacaq, çünki çox yüngüldür. Biraz elə bir parıltısı var, amma ümid edirəm ki, bu parıltı ancaq üst sloydadır və bir müddətdən sonra yox olacaq. Baxın necə ağappağam, ənlisiz mənə heç yaraşmır məncə. Rəng çox gözəldir, xoşuma gəldi. Mislin Almaniya istehsalı kosmetikadır. Bunu Google'da yoxlamışam. Mən hələ güzgüdə özümü görməmişəm. Ay, gərək ikinci dəfə eləməzdim bunu. Biz indi gedirik qızımla gəzməyə. Mən matryoşkaya oxşayacam. Bunu pudra ilə örtərəm, eybi yoxdur. Ayda pigmentasiyası çox yüksəkdir qızlar, ehtiyatlı olun. Qızlar, bunu gərək belə qorxa-qorxa istifadə edəsən ki, çox olmasın. Baxın, necə yüksəkdir pigmentasiyası, mən şokdayam. Mən bunu bir təhər pudra ilə gizlətdim. Qızlar, rəngindən çox xoşum gəldi. 48 nömrədir. Amma pigmentasiyası çox yüksəkdir. Bunun linkini və digər sifarişimin linkini uzun videomun altında tapa bilərsiniz və bütün sifarişimə orada baxa bilərsiniz. Fikirlər.